Salam əziz, dəyərli izləyicilər. Bugün sizə balıqlar bürcünü təqdim edirəm əzizlərim. Bu həftə biraz üzürlü hesab eləyin əzizlərim. Biraz müalicə alıram, xəstələnmişəm. Biraz özümü yaxşı hiss etmirəm. Amma yenə də izləyicilərimin gözünü yolda qoymayaraq mən bürcləri bir-bir çəkib sizə təqdim edirəm əzizlərim. Belə. Əzizlərim, üzr istəyirəm, boğazım heç əl vermir. Bax, əziz balıqlar, sustuğunuz hər an içiniz danışır. İndi bax, bu həftə onu dinləmək zamanıdır. Əziz balıqlar, bax, bu həftə duyğuların dərinliyi sanki okean kimi olacaq sizlər üçün. Daxildə nə qədər güclü fırtına qopsa da, zahirdə yəni bunu göstərməməyə çalışacaqsınız. Amma elə an gələcək ki, artıq gizləmək mümkün olmayacaq. Bu həftə sənə daxili gücünü tanımaq, qorxuların üzərinə getmək və kim olduğunu xatırlamaq üçün bir fürsət təqdim edəcək sənə həftə əzizim. Özünüzü bəzən yalnız, anlaşılmayan, həssas hiss edə bilərsiniz. Ancaq unutma. Bir zəiflik deyil. Bu sənin gücünün fərqli təzahürüdür. Həftənin sonunda isə sən hər şeyi aydın şəkildə görəcəksən. Səssizliyində də belə bir dünya gizlidir sizlərin həyatında. Ən böyük mübarizə bəzən ailənin içində baş verir sizdə. Bu həftə evdə emosional vəziyyətin sabitliyi pozula bilər. Ailə üzvlərindən biri xüsusilə ya atalıq, ya qardaş fiquru sənin bir qərarına və həyat tərzinə qarşı çıxa bilər. Bu münaqişənin səbəbi sənin seçiminin onların gözlərinə, yəni gözlədiklərində uyğun gəlməməsidir. Əgər ailədə keçmişdən gələn narazılıq ya bağışlanmamış bir vəziyyət var idisə, bu həftə həmin məsələ yenidən gün üzünə çıxa biləcək. Yəni, adi bir cümlə sənin çoxdan bastırdığın bir xatirəni oyada bilər. Ancaq əzizim, unutma ki, sən emosional olaraq zəif deyilsən. Sadə çox dərindən hiss edirsən hər bir şeyi. Sən ailənin enerjisi duyan, gərginliyi sözsüz anlayan bir insansan. Bu həftə səbirli ol, çalışın. Amma özünü, yəni, tapdalanmağa icazə vermə. Özünü, yəni, baskı altına qoyma. İş və karyeranla əlaqəli görünməyən, yəni, zəhmət günlərin birində ən çox danışılan nəticəyə çevrilə biləcək siz üçün. Bax, əziz balıqlar, bu həftə iş həyatında səbir, müdriklik, təmkinlik sənə qabiliyyət qazandıra bilər. Sənin gördüyün işlər çox vaxt adı, yəni, kimi görünür. Amma bu həftə sənin bir detallı düşünməyin başqalarının böyük səhv etməsinin qarşısını ala biləcək əzizim. Yəni səbrini qorusan, rəhbərlik, nüfuzlu bir şəxs sənin varlığını, qabiliyyətini daha da açıq şəkildə görəcək. İşdə kiçik bir dönüş nöqtəsi, yəni yeni bir məsuliyyət, başqa bir söhbət təklifi gələ bilər. Və başqa işlədiyiniz şöbədən də sizə təklif gələ bilər əzizim. Əgər iş axtarırsınızsa, həftənin ortasında bir xəbər eşidə biləcəksiniz. Ancaq bu həftə bir əməkdaşın paxıllığı və ya gizli rəqabətin sizə əngəl olmağına, yəni çalışa bilər, biraz əngəl edə bilər sizə. Bu şəxs sənə qarşı dolaysız şəkildə danışa və ya səhv çıxmağa, arxanca rəy formalaşdırmağa çalışacaq. Amma buna da diqqət edin. Amma sən sakit dayan, çalışın. Enerjinizi qoruyun. Çünki sənin dürüstlüyün özünü göstərməyə başlayacaq. Ən yaxın bildiklərin, bəzən ən çox bildiklərin, yaxınların səni zədələyir.
Bu həftə qohumlarınızla münasibətdə keçmişə dair incikliklər yenidən elə bir qabaracaq. Sanki biri çoxdan bitmiş bir məsələni yenidən gündəmə gətirə bilər. Yəni sizi günahkar çıxarmağa çalışacaq. Sən isə buna qarşılıq vermək istəməyəcəksən. Çünki dərinliklərdə artıq bu dramdan elə bir yorulmusan, çox yorulmusan. Yordu bəzi insanlar sizi, əzizim. Xüsusilə qadın, elə bir qohum, bax, xala, bibi, qaynana kimi fiqurlar çıxır ki, onunla bağlı yalanla qarşılaşmaq ehtimalı var. Sənin bir qərarını ya təhrif edərək başqalarına çatdıracaq, ya da sənin adına qərar verməyə çalışacaq bunlar qohumlardan. Qonşularla isə ehtiyatlı olun bu həftə. Görünüşdə mehriban olan biri sənin şəxsi həyatını başqalarına ötürə bilər. Yəni söz ala bilər sizdən, yalandan ürəyi aça bilər. Əgər yaxınlardan qonşu ilə maliyyə, kömək ya birgə məsələ oldusa, bu həftə bir anlaşmamazlıqlar baş verə bilər. Yəni yaxınların qonşularınızla əlaqəsi varsa, yəni bir anlaşmamazlıqlar baş verə bilər. İntriqalar, gizli düşüncələr, səssiz niyyətlər, bəzən qışqıran sözlərdən təhlükəlidir, əzizim. Əziz balıqlar, bu həftə sizin arxanızca gedən, amma özünü dost kimi göstərən bir insan öz niyyətini daha da çox büruzə verəcək. Bax, bu şəxs çox sual, yəni sizə çox sual verən, ya da səni daim xəbərdar edən biri olacaq. Əslində isə o sənin sirlərini toparlamağa çalışır. Yəni hamısını sizdən soruşmaq istəyir. Əgər bir müddətdir içində nəsə düz deyil, elə bir hissi varsa, bax, içinizdə elə o hissi varsa, yəni həqiqətlər görünməməyə başlayacaq. Bax, burada sizə yox. Bax, burada əzizim, bax, necədir? Əgər içinizdə nəsə bir şey düz deyilsə, bu həftə bəzi həqiqətlər görünməsə də, amma elə bir həqiqətlər var ki, üzə çıxa biləcək. Bir dost və ya həyatından bir dost, bir yaxının çıxa bilər. Yəni, ya da öz yerini dəyişəcək həmin insan. Biraz diqqətli olun. Hər şeyini hər kəslə bölüşmə. Biraz qoruyucu sükut sən ən güclü silahın ola bilər bu həftə. Azdan çox yaratmaq sənə bir, yəni necə, xoş bir bacarıqdır. Bu həftə maliyyə ilə bağlı çox diqqətli olmalısan. Gözlənilməz xərclər, xüsusilə ev, sağlıq məsələləri, nəqliyyatla bağlı çıxa bilər bəzi xərcləriniz. Əgər qəfil pul itkisi yaşanarsa, özünü günahlandırma. Bu bir dərsdir. Yəni zərər deyil. Bir dərs, təcrübədir həyatınızda. Və əsası odur ki, diqqətli olun, əzizim. Bir dönüşümlər ola biləcək. Evdə texnoloji, elektrik, su sistemi qurmaq, əşyaların yerini dəyişərək özünüzün enerjisi yüksələcək. Siz balıqlar işıqsız yaşaya bilmirsiniz. Enerjinizin axışı dəyişir. Ev alma, ev satma, yer dəyişmə, köçmə, kirayə tutma, bütün dəstəklər olacaq sizlər üçün. Duyğusallıqdan düşüncələriniz gerçəkləşəcək, xəyallarınızı gerçəkləşdirəcəksiniz, hərəkətdə olacaqsınız. Ruhsal elə bir lider girişimçi olacaqsınız. Yəni maddiyyatınızın qiymətini biləcəksiniz. Gəlirlər, xərclər arasında bir uçurum oluşması ehtimalı var. Yəni bir maddiyyatla dolandırılma, aldadılma, açıqsınız bu həftə. Pulun, maddiyyatın qiymətini bilin. Sentyabr ayına qədər baxın, görün necə irəlilişlər, yüksəlişlər, sınaqlardan keçə biləcəksiniz. Yəni yenilikləriniz ola biləcək, əzizim. Danışılmayanlar danışılacaq həyatınızda. Yəni bir şeyi bəyənməsəz də danışmırsınız, demirsiniz. Ya qarşı tərəfi qırmamaq üçün söyləmirsiniz. Çalışın, cəsur olun, içinizdəkilərinizi çalışın, tökün, hərəkətə keçin.
bax, ev alma, ev satma, yeniliklərə şanslı olacaqsınız. Xəyallarınızı hərəkətə keçəcəksiniz. Bax, mən deyərdim ki, iyulun 21-dən sonra çox şeylər, yəni iyunda yox, elə bir aydan sonra, bu ay yarımdan sonra sizlər üçün çox gözəl bir hərəkətlənmə ola biləcək, əzizlərim. Yəni, deyərdim ki, yeni bir gəlir qapısı da açılır sizlər üçün, əzizim. Xüsusilə yaradıcılıq, yazı, musiqi, yəni və ya şifahi bacarıq, yəni şifahi bacarıq üzərindən gəlir əldə etmək mümkündür sizlər üçün. Əgər sənətkar ruhlusansa, bu həftə də bir ideya gələcək önünüzə. Yəni çalışın ki, nə ideyalar gəlirsə yazın, saxlayın. İmkan olduğunda da onu istifadə edin, həyatınıza, yəni üzə çıxarın. Səni duyan bir ruh, bir cümlə ilə bütün səssizliyini çözə bilər. Əgər münasibətdə olan balıqlarsınızsa, bu həftə partnyorun səni anlamadığını düşünə bilərsən. Hətta sanki səni dinləyir, amma duymur. Bu səni soyuda bilər ona qarşı, amma dərhal uzaqlaşmağa çalışma. Bəlkə də o öz iç savaşını yaşayır, sizə bildirmir. Əgər münasibətdə problem varsa, bu həftə ya tamamilə həll et, ya da tam ayrılıq qərarı ala bilərsiniz. Bu həftə qararlar çox qəti ola biləcək. Ya bağlanacaqsan, ya da qopacaqsan o insandan. Bax, subay balıqlar, əzizim. Subay balıqlar üçünsə bu həftə maraqlı bir, ruhani bir tanışlıq mümkün ola biləcək. Bu insanı ya xarici görünüşü ilə deyil, sözləri ilə yəni sizi çəkə bilər özünə. İlk görüşdə içindən o budur deyə bilərsiniz. Yəni, ay Allah, gördüyüm, sevdiyim, yəni istədiyim insandır bu, hiss edə bilərsiniz. Amma qərar verməzdən əvvəl nəfəs al. Bir də müşahidə ilə. O dəqiqə atılma qabağa ki, həqiqətən mənim qismətimdir, mən bunu dərhal özümə çəkim. Bu həftə özünə qarşı mərhəmətli ol, çalışın. Bax, sizi anlamaq üçün bəzi insanlar sizi tam anlaya bilmir. Sizi anlamaq üçün dərinliklərə enmək gərəkdir sizin, yəni daxil içinizdə. Çalışın, biraz mərhəmətli olun, özünü başqaları ilə müqayisə etmə. Sizin yolunuz fərqlidir. Əgər biraz yorulmusunuzsa, bu zəiflik deyil. Həyatın səninlə danışmaq, yəni cəhdidir. Ruhunu dinlə. Təbiətdə gəz, musiqiyə qulaq as. Yəni, bu sənə həqiqətən həyatda bir şəfa verə biləcək, əzizim. Səni anlamayan insanlara özünü izah etməyə çalışma. Yəni, bəziləri yalnız mühakimə etmək üçün dinləyir sizi. Ailə və emosional qarşı durma, səssiz və uzaq durmaq daha da faydalı ola biləcək sizə. Gözlənilməz ehtiyaclar çıxa bilər ortalığa. Duyğularınızı ifadə edin, amma bunu kimə etdiyinə də diqqət et. Yeni ideyalarınız, bax, həyata keçir, bayağı da yeni vurğuladım ki, bax, yeni ideyalarınızı həyata keçirərək onları bir yerə qeyd eləyin. Ruhunuzu dinləyin. Həyatının səsini eşidəcəksiniz. Əziz balıqlar, bax, bu həftə daxili dünyanı təmizləmək, köhnə yaraları yumaq, susan ruhunu qucaqlamaq zamanıdır. İnsanlar səni anlamasa da belə, sən özünü anlamalısan, çalış içərdən. Yəni, unutmayın ki, ən böyük şəfa səssiz anlarda gəlir insan üçün həqiqətən də. Uğurlarınız da olacaq, amma biraz səbirlə. Ümidini itirən insanlar var, əzizim. Ümidinizi itirməyin. İtirmisiniz, bir də görürsünüz, keyfiniz pozulur, inamınız itir, amma itirməyin. İrəliyə baxın. Əsas sağlıqdır. Görürsünüz, əzizlərim, bax, mənim də sağlığım biraz düşüb. Əsas vacib həyatda sağlıqdır, əzizlərim. Dinlədiyinizə görə var olun, sağ olun. Dəstək olduğunuza görə də çox sağ olun, əzizlərim. Var olun, sağ olun.